Salam dostlar, bugün samitlərə aid digər bir mövzuya keçirik. Qoşa samitli sözlər. Qoşa samitli sözlər deməli gedək biraz yuxarı. Qoşa samitli sözlər burada. Qoşa samitli sözlər iki yerə bölünür. Eyni cinsli qoşa samitli sözlər və müxtəlif cinsli. Eyni cinsli deyəndə iki eyni samit yanaşı gəlir. Müxtəlif cinsli deyəndə iki müxtəlif samit yanaşı gəlir. Gəlin eyni cinsidən başlayaq. Deməli, mən burada yazmışam. Siz də mənim yazdıqlarımı bir-bir yazın. İndi mən bunlara nümunə verəcəm ki, başa düşəsiniz. Məsələn, q kimi yazılan. Keçən mövzumuzda da başa salmışdım. Məsələn, rəqqas sözü. Bu söz necə tələffüz olunacaq? Birincisi k kimi deyiləcək. İkincisi q kimi. Mən burada göstərmişəm. Gələk q olanda. Q olanda q kimi deyilir. Yəni ikincisi cingiltiləşir. Məsələn, ən çox qabağımıza çıxan sözlərdən biri 8 sözdür. Baxın, birincisi qalır, ikincisi g olur. Gəlirik bura t. Burada gördüyünüz kimi ikincisi yenə cingiltiləşir. Yəni qısacası verdiyimdə cingiltilərdən q'dan birincisi kar aşır, o birilər üçü də kardır da ya, ikincisi cingiltiləşir. T-ya nümunə verirsək, ən çox qabağımıza çıxan sözlərdən biri əlbəttə t olaraq yazılır. İkincisi isə d-ya keçir. Tələffüz olunanda burada gördüyünüz kimi p kimi, məsələn, nə deyək, bultu sözü məsələn testlərdə qabağınıza çıxa bilər. Gördüyünüz kimi ikincisi güp bultu. İkincisi cingiltiləşdi. Məncə sizə aydındır. Başa düşmədiyiniz məqamlar olsa, reylərdə yazın. Y olanda konkret bir şey deyə bilmirik. Yəni, bəzən y kimi olur, yəni biri düşür. Bəzən isə ikisi qalır. İndi hansı məqamlar? Əgər sözün köküdürsə, yox, bir dəqiqə dərsdə yazdım. Burada. Əgər sözün köküdürsə, sözün kökü olanda y olduğu kimi qalır. Məsələn, niyyət sözü. Niyyət sözü, ni sözü yoxdur ki, nidən niyyət yaransın. Niyyət sözün köküdür, eləmi? Ona görə niyyət, elə ikisi də olduğu kimi qalacaqdır. Amma y kimi nə zaman? Əgər şəkilçidirsə. Aha. Məsələn, ən çox iyyət, iyyə şəkilçiləri var. Məsələn, sizdən soruşsalar, siz deyəcəksiniz ki, iyyə şəkilçiləri olanda. Məsələn, kəşfiyyat. Baxın, sözün kökü kəşfdir. Kəşf sözündən kəşfiyyat yarandı. İyyat burada şəkilçidir. İyyat şəkilçi olduğuna görə burada y-nın biri düşəcəkdir. Olacaq kəşfiyyat. Əla. Sonra nəyə gəlirik? Sonra burada bu qoşa samitlər var. Eyni cinsli b, c, d, f, l, m, n, r, v, s, ş, z, y. Gördüyünüz kimi sanki rap dedim. Yazılı kimi tələffüz olunur. Bu arada heç bir dəyişiklik olmur. Amma bəzən ola bilər təbii ki də. İstisnalarımız var. İstisna hər zaman var. İstisnalar həmişə qaydaları pozanlardır. Buna bir dənə ulduz çəkək. İstisna. Qrammatika sözü. Qrammatika sözü ilə sizi çaşdıra bilərlər. Məsələn, mən bayaq dedim ki, m olanda nə olur? Dəyişmir. Amma qrammatikada dəyişir. Dediyim kimi, istisna da qaydanı pozmalıdır. Qrammatika. Gördünüz, m-nın biri düşdü. Sonra başqa nə söz var? Rejissor sözü. Bu söz də qabağınıza çıxa bilər və siz də görərsiniz ki, A-sı da bəli müəllim demişdi ki, dəyişmir. Amma rejissor da dəyişir, çünki rejissor bir istisnadır. Digər istisnalar kimi bu da qaydaları pozur. Sonra bu qaydaları pozan başqa nə deyə bilərəm? Kommunal sözü. Aha, kommunal sözü. Kommunal sözdə qaydaları pozur uşaqlar. Bu necə tələffüz olunur? Kommunal. Baxın, mən sənə dedim ki, m-da düşmür, dəyişmir, yazıldığı kimidir. Amma kommunalda m-nın biri düşür. Niyə k yazdım? Çünki kommunal demirik, kommunal deyirik.
və o aya keçir. Çünki onun üzərinə vurğu düşmədiyi üçün aya keçir. Düşsəydi keçməyəcəkdi aya. Yəni onun a kimi tələffüz olunması qaydasında mən bunları izah eləmişdim. Belə, sonra nə kimi qaydalarımız var? Aha, yenə bəzi istisnalarımız var. Yenə bir dənə də istisna yazaq. İstisna. Səhiyyə sözü. Uşaqlar, mən sizə dedim ki, əgər sözün köküdürsə y düşmür. Amma burada düşəcək. Gördüyünüz kimi səhiyyə sözün köküdür. Səh sözü yoxdur ki, ondan biz səhiyyə yaradaq. Sözün köküdür. Amma y düşür. Niyə? Çünki qaydalara tabe deyil. Mən demişdim ki, şəkilçi olanda düşür. Sözün köküdürsə düşmür. Burada sözün köküdür, düşməməlidir, amma düşür. Bəli, qaydamız belədir ona görə. Sonra məsələn vəziyyət sözü. Bu da bir istisnadır. Baxın, vəziyyət sözü sözün köküdür. Kökü olanda düşməməlidir. Baxın, mən sizə nə dedim yuxarıda? Dedim ki, əgər sözün köküdürsə düşmür. Baxın, y olduğu kimi qalıb. Amma burada düşür. Niyə? Çünki istisnadır. Qaydalara tabe deyil. Vəziyyət. Sonra başqa sözümüz var idi. Əslində var bəzi sözlər. Mən ən çox qabağınıza çıxanlar deyəcəm. Səviyyə. Yəni sözün köküdür. Səvdən səviyyə yaranmır. Səv sözü heç yoxdur. Sözün köküdür. Düşməməlidir, amma burada düşür. Niyə düşür? Onu da artıq din bilsin. Belə məncə aydındır. Keçəm eyni cinsli tək hecalı yazaq. Eyni cinsli tək hecalı sözlər. Tək hecalı sözlər. Aha, bu sözlər çox-çox qabağımıza çıxır. Bu sözlər hansılardır? Eyni cinsli tək hecalı nə ola bilər? Məsələn, xət, həd, zid, tib. Baxın, tək hecalıdır bunlar. Və eyni cinslidir. Sonra haqq. Çoxdur bu sözlər. Və s. yaza bilərsiniz. Haqq. Və s. Bu sözlərin əsas mahiyyəti nədən ibarətdir? Bu sözlərə əgər samitlə başlanan şəkilçi artırılarsa, samitlə başlanan şəkilçi artırılarsa, siz mən dinləyin yazın, artırılarsa, bu zaman mən tam yaza bilmirəm vaxtımız getməsin. Artırılarsa biri düşür. Biri düşür. Məsələn, sözümüz xətdir. Eləmi, xət üstünə larilər şəkilçisi artıraq. Nə olacaq? Biri düşəcək. Olacaq xətlər. Xətlər. 3 dənə samit yanaşı gəlir. Bizə çətinlik yaradır. Elə promo xətlər yazaq da. Sonra, məsələn, sir sözü. Üstünə lər artıraq olsun sirlər. R-nın biri düşdü. Gördünüz mü? Nə gözəl, bunu başa düşdünüzsə. Amma saitlə başlanan şəkilçi artırılarsa, sait artırılarsa, siz mənim dediyimi yazın. Düşmür. Düşmür. Bunu bir dənə belə çərçivəyə alaq. Məsələn, nə yazaq? Fənnə. Baxın, fən üstünə ə, elə fənnə. Gördünüz, heç-nın biri düşmədi. Okey, üçüncü nə yazmalıyıq? Nə yazmalıyıq? Üçüncü, mürəkkəb sözün tərəfi olanda. Tərəf, ikinci tərəfi olanda biliriz. İkinci tərəfi olanda. Məsələn, yazıram. Rəsim, xət sözü. Rəsim, xət sözü sizcə 2 t ilə yazılar, yoxsa 1 t ilə? Bəli, 1 t ilə yazılar. Sonra hüsn xət sözü ən çox bizim qabağımıza çıxan hüsn xət. Baxın, mürəkkəb sözdür bunlar. Və mürəkkəb sözün ikinci tərəfi olduğu üçün burada t-nın biri yazılır. Belə. Sonra bizə istisnalarımızdan danışaq. İstisna. İstisnalar qaydaları pozulur. His və kül sözü. Gəlin öncə hissdən başlayaq. His sözü. His və kül sözünə elə ikisini yazaq. Kül sözünə samitlə başlayan şəkilçi artırılsa, siz bunu yazın, videonu saxlayın, yazın. Samitlə başlayan şəkilçi artırılsa,
Bunlardan biri düşmür. Yazırıq. Düşmə olmur. Samitlə başlayan şəkil üçün artırılsa düşmə olmur. Biz dedik ki, samitlə başlanan şəkil üçün artırılanda biri düşür. Baxın, biri düşür yazmışam. Amma bunlarda düşmür. Niyə düşmür? İndi onu izah edəcəm. Çünki əgər düşsə olacaq hisslər, eləmi? Hiss nədir? Hiss bizim duyğularımızdır. Əgər biri düşsə hiss. Hiss sözü başqa sözdür. Hiss tüstü deməkdir. Uca sözün mənası dəyişəcək. Həm hiss sözü var, həm hiss sözü var. Eləmi? Mənası dəyişəcək. Çünki mənası dəyişəcək. Siz yazın bunu. Kül sözü də. Kül sözü əgər biz küllər desək, baxın. Küllər. Baxın, lığının biri düşsə. Düşsə kül sözü başqa məna verəcək. Kül yanmış şeyə deyirlər. O boz rəngli şeyə, toza deyirlər. Uca mənası dəyişir. Amma kül, kilısı bütün deməkdir. Məsələn, deyirəm ki, küldən, baxın. Küldən. Bir də var, deyirəm ki, küldən. Baxın, məna dəyişdi. Kül. Küldən deyəndə bütün mənanı verir. Bütün mənasını. Əgər lığının bir düşsə mənası dəyişəcək, olacaq yanmış toz. Yanmış toz. Yazın bunu da, yanmış toz. Yəni mənası dəyişəcəyi üçün hissi də izah elədim. Əgər hiss sözü hisslər olarsa bu duyğu deməkdir. Duyğu. Amma hisslər olarsa bu tüstü deməkdir. Hiss, tüstü. Ona görə bunlarda düşməyəcək. Lablər artırsaq ya samitlə başlanan başqa bir şəkilçi artırsa. Bir dənə sız şəkilçisində düşür. Nəyə görə düşür? Sız şəkilçisində düşür. Düşür. Niyə görə düşür? İndi onu da izah edəcəm. Baxın, deyək ki, hiss, deyirik axı, sı düşmür. Hiss, siz artıraq. 3 dənə sı olar. 3 dənə sı yanaşı görmürsünüz. Siz Azərbaycan dilində hansısa bir sözdür. Görməmisiniz. Sının biri düşəcək. Hissiz, əla. Bu sı düşmür, bu düşür əslində. Bu qalır. Bu şəkilçidir. Siz. Okey, bu qədər. Bu eyni cinsli qoşu samitli sözlərdir. Gələn videomuzda müxtəlif cinsli qoşu samitli sözlərdən danışacağıq. Sağ olun, özünüzə yaxşı baxın.